Salam, hər vaxtınız xeyir. 9 Mart 2026-cı il buraxılış imtahanının Azərbaycan dilinin qrammatik suallarını izahını verəcəm. İzah keçməmişdən əvvəl videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Fikirlərinizi bizdən bölüşə bilərsiniz. Bəli, keçək suallarımızın izahına. Qələmimizi seçdik. Nəhayət, birinci sual. Nəhayət, hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməni aldım. Aldım, nə etdim, aldım. Kim? Mən. Mübtəda buraxılıb. Nəyi? Şəhadətnaməni. Haradan? Gimnaziyadan. Zərflik. Nə vaxt, nə zaman hərbi xidməti başa vurduqdan sonra birlikdə olacaq zərflik. Deməli, iki zərfliyimiz, baxaq variantlara. Zərflik, tamamlıq, xəbər. Cavabımız oldu E variantı. Hansı cümlədə fe'l sifət tərkibi işlənib? Gəlin baxaq. Ev sahibi gələn qonaqları mehribanlıqla qarşıladı. Qarşıladı, nə etdi qarşıladı? Kim? Ev sahibi. Gələn də gördüyümüz kimi burada tərkib yaratmayıb. Anı çıxırıq. Anı çıxırıq, birini təmizləyib. Bəli. Ahəstə süzən qartal anidən şarına tərəf şığıdı. Şığıdı, nə etdi? Şığıdı. Nə qartal? Hansı qartal? Qartal mübtəda, hansı qartal? Ahəstə süzən. Görürük ki, bəli, cavabımız B variantı. Çünki biz tərkib yaratmaq üçün fe'l sifət, fe'l bağlayan məsdər özlərindən ətrafına söz toplayırlar. Burada da gördüyümüz kimi süzən, ahəstə süzən birlikdə birləşərək təyin yaradır və təyin fe'l sifət tərkibi ilə ifadə olunur. Onun üçün cavabımız olacaq B variantı. Keçək digər variantlarında izahını verək. Niyə digər variantlar olmur? Bəli, Asif yazılmış məktubları qatlayıb zərfə qoydu. Qoydu, niyet qoydu. Kim? Asif. Nəyi məktublar, hansı məktublar yazılmış? Görürük ki, burada fe'l sifət tərkib yaratmır. C-ni də çıxırıq. Burada cavabımız B oldu. Dostum oxuyan məqsədinə çatar. Çatar, nə edər, çatar? Kim? Dostum. Oxuyan görürük ki, fe'l sifət deyil. Yəni, fe'l sifətdən ətrafına söz toplamayıb çıxırıq. Yaşıllaşan da bu qayda ilə. Yaşıllaşan ağaclar göz oxşar. Göz oxşar nedir? Göz oxşar. Nə ağaclar? Hansı ağaclar yaşıllaşır? Burada tərkib yaratmır. Nümunə ilə bağlı yanlış fikirləri müəyyən edin. Bizdən yanlış fikirlər istəyir. Bəli. Yerimək öyrətdin tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən, gərək öyrədəydin yıxılmamaq. Bəli. Bizdən nə istəyir? Yanlış fikir istəyir. Əvvəldən bir məna növü istifadə edilmiş. Bəli, sən. Şəxs əvvəldən. A variantı çıxırıq. Yanlış işdir. Yönlük halda işlənmiş söz mənsubiyyət şəkilçisidir. Bəli, sən balanı öyrətdin. Onu da çıxırıq. İkinci misalda işlənmiş isimlər təsiri şardadır. Aranı, dağı. Haranı, dağı. Bəli, doğru fikirdir. Çıxırıq. Təsvirlənən fe'llər hamısı xəbər şəklindədir. Gəlin baxaq. Həqiqətən də xəbər şəklində. Yerimə öyrətdin, dolaşdım. Bundan sonra yerimək öyrədinsən. Xəbər şəkli görürük. Amma biz diqqət edin, gərək öyrədəydin. Arzu şəkli, din hissəcik. Deməli, təsvirlənən fe'llər hamısı xəbər şəklindədir. Fikir yanlışdır. Cavabımız olacaq D variantı. Yalnız qrammatik mənası olan bir söz işlənmişdir. Bəli, doğrudur. Cavabımız oldu D variantı. Bizdən yanlış işləyirdi. Gərək öyrədəydin sözündə arzu şəkli var. Keçək izahımıza, digər sualımız izahına. Tərs hərəkət zərfinin təsvirlənməyən fe'lə aid olduğu nümunəni müəyyən edin. Bizdən tərs hərəkət zərfini təsvirlənməyən fe'l. Təsvirlənməyən fe'llərdə məsdərdir, fe'l sifətdir, fe'l bağlamaq. Bunlar deyil, aid olmayanlar siz. Tamamilə xəbərsiz idi ki, necə gəlibdir. Burada görürük ki, tərs hərəkət, yəni zərf işlənməyib. Onun üçün bu biri çıxırıq. Belə danışmağın heç bir əsası yoxdur. Burada biz belə sözünü götürüb, bizdən tərs hərəkət zərfliyin istəyir. Beləni biz tərs hərəkət zərfi götürə bilmərik, belə əvəzliyidir. Onun üçün ikini də çıxırıq. Onlar evi yiyəsi ilə gülə-gülə salamlaşıb, içəri keçdilər. Gülərək salamlaşıb, içəri keçdilər. Bu da fe'l bağlamı üçü də götürə bilmərik. Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Çiyin-çiyinə
döyüşdüyü, fe'l sifətinə əlaqələn necə döyüşdüyü, nə cür döyüşdüyü, tərs hərəkət səbəbi. 4'ü götürərik. Bizim variant. Bizə lazım olan cavablardan. Öz uğurlarını iftixarla danışır. Necə danışır, nə cür danışır? İftixarla danışır. Fe'l sifətinə əlaqələnir. 5'i də götürərik. Dilucu təşəkkür edib çölə çıxdı. Çıxdı, nə etdi? Çıxdı. Kim o? Dilucu təşəkkür. Necə təşəkkür edib? Dilucu edib də fe'l bağlamaya əlaqəm. Deməli cavabımız oldu 4, 5, 6. Cavabımız oldu C variantı. Keçək digər suallarımız izahına. Uyğunsuzluq müəyyən edin. Bizdən uyğunsuzluq istəyir. Vasitəsizlik cümlədə durğu işarə buraxılmışdır. Vasitəsizlik cümlənin sxemi. Qarı biraz düşünüb, qoşa nöqtə. Dırnaq açılır. Yaxşı qərar sənindir. Sənindir. Vergül tiri dedi. Bu doğrudur. Müəllifin sözü gəlir M, qoşa nöqtə, dırnaqlar açılıb, vasitəsini dedidə son, dedidən əvvəl vergül tiri. A doğrudur. Bizdən uyğunsuz istəyir. Bəli. Bəli. Vergül. Vasitəsinik gəlir. Bəli. Dedi. Müəllifin sözü. Vergül tiri. Bir dəfə yerli bələdçilərdə qonaq getmişdik. Vasitəsinik. Deməli olacaq. Birinci vasitəsinik. Tırnağımız açıldı. Vergül tiri. Müəllifin sözü. Yenə vasitəsinik. Bəli, vergül tirimiz. Deməli uyğunsuz B-də pozulub. Yəni digər variantlarımıza da baxaq. Bəli. Cavabımız oldu burada. B variantı bizə demək olar ki, çatmışıq deyə, biz demək olar ki, çatmışıq deyə Səlim gülümsədi. Vasitəsinik, müəllifin sözü. Bunlar doğrudur. Doğru göstərilib. Yəni vasitəsinik, dırnaq, vergül tiri, müəllifin sözü. Mən buradayım. Komandir, cəld dilləndim. Bura gələ bilərsinizmi? Bəli, vasitəsinik, tiri, müəllifin sözü və tiri, müəllifin sözü. Bu da doğrudur. Kapitan səmimiyyətlə dedi. Müəllifin sözü, qoşa nöqtə, dırnaqlar, vasitəsinik, dırnaqlar. Sizi təbrik edirəm, leytinat. Bəli, burada doğrudur. Bu da uyğunsuzluq işlədiyi üçün cavabımız olacaq B variantı. Keçək digər sualların izahına. Klasteri tamamlaya bilməz. Səs və hərflərin sayı bərabərdir. Bizdən bilməyəni istəyir. Uşaq canlı. Burada Q, bir də N olur. 2 fərq olur. Açıq aşkar sözündə də Q, açıq, aşkar olur. C olur. 2 fərq olur. 3 İngiltə samit işlənmişdir. Bizdən tamamlaya bilməyənləri istəyir. Yəni burada 2 fərq dediyim 2 fərq olur. Burada da 2 dənə fərq olur. 3 İngiltə samit işlənmişdir. Bəli. 3 İngiltə samit işlənmişdir. Doğru fikirdir. Q samitin kar qarışığı işlənib, X işlənib. Bəli, ikində çıxırıq. Açıq samitlərin sayı qapalı saitlərin sayından çoxdur. Baxaq. Bəli. A'lar doğrudur. 3-də çıxırıq. Dəyişik yazısı arasında 2 fərqli məqam var. Bəli, 4 doğru fikirdir. 4 doğrudur. Bir dəqiqə biz burada səhvlik etdik. Bizdən klasteri tamamlaya bilməz. Bilməzi istəyir. Uşaq canlı Q 2 fərq olacaq. Bir də Q C olacaq. Burada da 2 fərq olacaq. Dəyişik yazısı arasında 2 fərqli məqam var. Bəli, 4 doğru. 4 olan variantları çıxırıq. Variantlarla işləyirik. Bəli, kar qarşılığı olan bir samit işlənib. Kar qarşılığı olan bir samit işlənib. Xeyr, yanlış fikirdir. 6 yanlışdır. 6 olmayan variant çıxır. Cavabımız qaldı A variant. Q samitin kar qarşılığı işlənib. Birində işlənib, digərində işlənməyib. Baxın, onun üçün 2-ni götürürük. Açıq samitlərin sayı qapalı saitlərin sayından çoxdur. Yanlış fikirdir. Yəni, yanlış işlənən kar və zəngin samitlər var. Doğrudur. Cavabımız oldu A variant. Nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Baxaq.
Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Əlinə düşdü, nə etdi? Əlinə düşdü. Nə gəncliyim, nə şərəfim, nə müqəddəratım. Bunlar mübtədadır, həmzə mübtədalar. Qayıt yerinə qoy, ayı günəşi. Qayıt, sən qayıt, sən qayıt. Bunlar da həmzə xəbərlərimiz. Ayı nəyi? Ayı günəşi. Həm burada xəbər, həm də tamamlığımız var. Deməli, bizdə nə isə nümunədə hər ikisinə aiddir. Nitq hissələri ilə ifadə olunan həmzə sözlər işlənmişdir. Bəli. Biri götürülür. Baş sözlərin biri həmzəsizliyi var. Bəli, xəbərin həmzəsizliyi var. Hər ikisinə aid deyirsə, biz birdən birincidə də mübtəda var. Deməli götürə bilərik. 1-2-ni götürürük. 1-2 olmayan variantları çıxırıq. Bəli, qalır 2 variant. Bizim sualımız 50% yüngülləşdi. Həmzə üzvlərdə uzlaşma əlaqəsinin əsas tərəfidir. Həmzə üzvlər uzlaşma əlaqənin əsas tərəfidir. Xeyr. Xəbər əsas tərəf olmur. Yəni mübtəda ilə uzlaşmadır. Nümunələrdə yalnız birinə aiddir. 2 fərqli cümlə üzvünün həmzəsidir. Bəli, gördüyümüz kimi ikincidə bu var. Xəbərlə tamamlanır. 4-ü götürə bilərik. Həmzə mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Xeyr, yanlışdır. Həmzəsiz tamamlıqlar işlənmişdir. Bəli, cavabımız olacaq 1, 2, 4, 6. Cavabımız olacaq B variantı. Biri mürəkkəb addır. Ədəbiyyat müəllimi söz birləşmə dəvə quşu. Xeyr, Novruz bayramı. Cavabımız oldu C variantı. Novruz bayramı mürəkkəb addır. Cərgələrdən birindəki sözlər kök və ikileksik şəkil sxeminə uyğundur. Baxaq, peşəkarcasına sözündə peşə sözün köküdür. Karcasına qrammatik bunu çıxırıq. Dahiyana sözündə xeyr. Dahi yana birdir. Bunu da çıxırıq. Tanışlıq sözü. Baxaq, tanış sözün köküdür. Lıq bir leksikdir. Bunu da çıxırıq. Genəldir. Üzrüsən. Genəldir. Genəldir sözündə genəldir. Bunu da çıxırıq. Burada bir iki leksik, bir qrammatik şəkilçimiz var. Oxşarlıq sözün kökü, oxşa sözün köküdür. Oxşar leksikdir, oxşarlıq leksikdir. İki leksik, bərk sözün köküdür. Bərk, bərki, neydi? Bərkit. İki leksik buradadır. Hər iki sözdür. Cavabımız oldu E variantı. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərdiyini dəlalət edirdi. Baxa, quruşca mürəkkəb xəbər şəklində olan fiil xəbərin ifadə vasitəsidir. Bəli, dəlalət edirdi. Nəyidir? Dəlalət edirdi. Cavabımız A variantı. Bizdən doğrunu istəyir. Fiil qayıdış və məlum növdədir. Xeyr, yanlış fikirdir. Gəlin baxaq. Niyə deyil? Bəlkə də biz cavab. Baxaq. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi dəlalət edirdi. Bəli, məlum növdə. Göstərdiyi amba şəxsi növdədir. Onun üçün olmur. B variant çıxırıq. Şəxs və kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvü vəzifəsindədir. Yanlış fikirdir. Feilin bütün təsvirlənmə formala aid nümunə işlənmişdir. Xeyr, yalnız feil sifət işlənmişdir qazandığı göstərdiyinə. Feillərin hər biri söz birləşmənin əsas tərəfi təşkil edir. Fikri yanlışdır. Cavabımız oldu. Dəlalət edir. Bu mürəkkəb təsvirlənən feildir. Yəni söz birləşməsinin tərəfi olmur. Cavabımız oldu A variantı. Videomu bəyənməyi, fikirlərinizi bizdən bölüşməyi unutmayın.